Nəyə əsasən Şeyxülislam İbn Teymiyyə ölüyə Quran oxumağa icazə görür? Şeyxülislam rahimehullah ictihad eləyib. Elhamdülillah biz təqlid eləmirik Şeyxülislama. Dəlillərlə gedirik. Əgər dəlil müvafiqsə götürürük. Dəlil müvafiq deyilsə, lap Şeyxülislam desin. Şeyxülislam ictihad eləyib, başqa əməllərə qiyas eləyib, daha doğrusu qiyas eləyib. Başqa əməllərə. Çünki məsələn ölünün adından həcc getmək olar, ümrə eləmək olar, ölünün adından sədəqə vermək olar. Şeyx deyib ki, rahimehullah, ölünün adından həmçinin, yəni daha doğrusu Quran oxuyub, demək ki, ya Rabbi, mən bu Quranın savabın hər hərfinə ki 10 dənə savab qazanmadım, onu hədiyyə eləyirəm atama savabı. Belə Şeyxülislam deyib, amma buna dəlil yoxdur. Nə Rasul sallallahu aleyhi ve sellem, nə sahabələrdən dəlil yoxdur. Ona görə istəyir laf Şeyxülislam desin, istəyir başqası. Hörmətimiz var onlara, ancaq dəlil nədir ondan? Təqlidçi deyilik. Aydındır? Bəli. 11-ci sinif şagirdi imtahanlara hazırlaşır. Yəni başda Peyğəmbər sallallahu aleyhi ve sellem 23 il peyğəmbər oldu. Məkkə devri heç, belə deyək ki, əhkamların çoxsu Mədinədə oldu. Sahabələr ölürdü axı. Aparıb dəfn edirdilər, cənazə qılırdı. Quran oxumurdu. Gəlməyib Quran oxuyub. Bəli. Səhi gəlməyib. Bəli.